ciddiliklə bir nümunə mən də gətirim. Bir neçə il bundan əvvəl mən Binəqədi Bələdiyyəsinin üzvü idim, Mülk Məsələlər Daimi Komissiyasının sədriyəm və yaşadığım bir evim var, bir ərazi var. Burada qazlaşma işləri aparılmalıdır. Qaz xətti gəlib, biz sakinlər, mülkiyyətçilər, podratçı şirkətlərlə əlaqə saxlamalıyıq ki, qapımıza qədər qaz xətti gəlsin, çəkilsin. Mən getdim Asan Xidmətdən podratçı şirkətlərin, bilmirəm, 50-yə yaxın şirkət idi, səhv eləmirəmsə, siyasını aldım, bir-bir onlarla danışdım, bir-bir qiymətdə razılaşdım. Sonda birinin üzərində dayandım, bir neçəsi gəldi, yerində baxış keçirdi və sonda birinin üzərində dayandım. Ondan sonra burada bağ massividir deyə, elə adamlar var ki, illərlə bağa gəlmir, sahibi kimdir bilinmir və yaxud da ildə bir dəfə gəlir, gedir. Bunların təsəvvür eləyin ki, biraz da o bələdiyyədə işləyirəm deyə həmin ərazidir. Nömrələrini tapdım, ünvanlarını tapdım, bir qonşudan digər qonşuların nömrəsini tapdım. Bu cür hamısını bir həftənin bazar günü ora toplaya bildim. Podratçı şirkətlərin də nümayəndələrini dəvət elədim, dedim ki, bax, bu məbləğə... Hələ iki adamsa onları yığa bilmirsən. Həqiqətən, hamısını tapdım ki, bu işi bu qiymətə təşkil edə bilərik. Bir də mən məşğulam, hər gün evdə ola bilmirəm deyə. Bax, burada bir qonşu var, hansı ki, dürüst adamdır, saf adam kimi tanıyırıq ki, həqiqətən də elədir. Samir adında qonşumuz. Pulu istəsəz ona yığarsınız. Podratçı şirkətindən də danışdım ki, biz sənə pulu tam verməyəcəyik. İlkin olaraq 25% veririk, işi təhvil verib yerdə qalan 75%-i də alırsan. Razılaşdıq. Sabahsı gün bir də gördüm, bizim bələdiyyə sədrinin mavini var idi, hörmət elədiyim adamdır, Sabir mənim, yığıb məni. Zalim mənim, sizdə şikayət var. Başladılar. Niyə? Gedmişəm onu. Zalim mənim, siz orada şikayət ərzasında qeyd olunur ki, siz orada bələdiyyənin adından pul yığmışsınız. Belə şeylər çox belə tanış gəlir. Mən istəmirəm, mən bu işdən əlimi götürəm, heç qazda istəmirəm.